Blok imtahanına hazırlaşan dəyərli abituriyentlər, güvən sınaqlar toplusu test vəsaitindən çox möhtəşəm bir sualın izahını təqdim edəcəm. Kitab haqqında məlumat verim ki, yeni çapdan çıxıb, Respublikamızın bütün rayonlarında, bütün kitab mağazalarından əldə edə bilərsiniz. Möhtəşəm vəsaitli 3 fən Azərbaycan və ədəbiyyat və tarix fənləri üzrə 15 sınaqdan ibarət suallar öz əksini tapıb. Azərbaycan fənni üzrə möhtəşəm bir sualın izahını təqdim edəcəm. Sona qədər izləyin. Əsl blok tipli sualdır. Baxaq izahına. Deyir ki, oğru qalana yanar, mal sahibi gedənə yanar cümləsində altdan xətt çəkilmiş sözü fe'li bağlama formasında işlətsək, aşağıdakılardan hansı müşahidə edilməz? Və diqqətli olur ki, altdan xətt çəkilən sözü biz fe'li bağlama formasını dəyişməliyik. Yəni, oğru qalana yananda, bu belə olacaq da, yananda, oğru qalana yananda, mal sahibi gedənə yanar. Baxın. Deyir cümlədəki qrammatik əsasın sayı dəyişir. Təbii ki, dəyişir. Öncə təhlil edin. Nə edər yanar? Kim yanar? Oğru. Nəyə yanar? Qalana. Əvvəlki cümləm budur. Mal sahibi gedənə yanar. Nə edər? Yanar. Kim yanar? Mal sahibi. Nəyə? Gedənə. Mən yanar sözünü, yananda sözünü əvəz etsəm, burada fe'li bağlama tərkimə əmələ gəlir. Fe'li birləşmə yanar. Artıq mən oğru qalana yananda, mal sahibi gedənə yanar. Nə zaman? Oğru qalana yananda. Bu bütövlükdə olacaq nə? Zərflik, zaman zərfi, elə deyilmi? Mən bunu anda ilə əvəz etsəm, zaman zərfinə çevriləcək. Baxaq. Deyir cümlədəki qrammatik əsasən saydaşır, təbii ki, mübtəda tamamlı xəbər bütövlükdə olacaq zaman zərfliyi, bəli, dəyişər. Oğru sözü fe'li birləşmənin aslı tərəfindən çevrilər, bəli, birinci tərəfdə olacaq demək. Oğru sözü, oğru qalana yananda fe'li birləşmənin aslı tərəfi oğru sözü olacaq, doğrudur. Cümlə özlərinin sayı dəyişər, təbii ki, dəyişər, qeyd etdiyim kimi, oğru qalana yanar. Mübtəda tamamlı xəbər bütövlükdə çevriləcək nəyə? Zərfiyə çevriləcək. Təbii ki, azalacaq cümlə özlərinin sayı. Zaman zərfi söz birləşməsi ilə ifadə olunur. Bəli, fe'li birləşmə ilə ifadə olunacaq. Bu da doğrudur. Deyir, cümlədə tamamlıq işlənməz səhvdir. Bəli, burada tamamlıq zərfiyə çevrilsə də, sənin cümlənin üçün tamamlığın var. Yanar, kim yanar? Mal sahibi. Nəyə gedənə? Artıq gedənə sözü burada tamamlıq olaraq qalır. Tamamlıq işlənməz fikri yanlışdır. Belə dəyərli abituriyentlərimiz, bu cür video davamı üçün mütləq kanalımıza abunə olub, rəy yazmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm.